Merhaba arkadaşlar, ben sizler FIFA 15 oynayacağım. Bu Barcelona komandasıyla uzlaşma oynayacağız. Ben söyleyeyim hoşlanmıyorum. Hatta sana çalışıyorum çok okuyan. Luis Suarez, Leo Messi'yi görürsünüz. Leo Messi'yi görürsünüz. Neymar gördünüz. Ve gol attı. Muhteşem bir gol. Kesin defa ben center'dan gol attım. Özüm de şaşırdım. 10-0 durdum ve 11-0 elədim bu oyunu. Bunu Teştiğe attı. Yani ki Leo Messi'nin Neymar pasajını Neymar Junior kaldırdı topu. Suarez zərbəni attı. Ve Neymar ikinci golunu atır. Maraqlı, heyecanlı randa Udraş Palmas deyəsən bu gollara sevinmir çox da. Mən sizinlə başqa bir oyunlar seçəcəm. Alt oyunu seçəcəm və maraqlı bir oyunlar seçəcəm sizlə. Mən indidən danışarkən fikrim öyrənir. Mən ilk dəfədir ki video çəkirəm. Gördüğünüz kimi 2 dəfə şikanına dəydi, direğe dəydi. Doğrudan da Azərbaycan videoları olsa çox maraqlı olar. Videolar olsa çox maraqlı olar. Messi'ni görürsünüz indi siz. Təhlükəli zərbə alınmışdı burada. Bu transformasa zayıf komanda deməyək, güclü komandadır. Ama Galatasaray bu udlas forması uda bilər məncə də. Fener də uda bilər, Beşiktaş da məncə də. Mənim fikrimcə elə ola bilər. Artıq gördüyünüz kimi hücum elədik və gol oldu. İndi mən sizinlə başqa bir oyunlarda çəkəcəm. Məsələn Five Nights at Freddy'ni çəkəcəm sizlə. Like atmayı unutmayın. Ben sizden xahiş edirəm ki, like atmayı unutmayın. 20'ye kadar, 100'e kadar like gəlsə mən sizinlə Mediacraft oyun denişinə oynaya bilərəm. Kafa topu, online kafa topu oynaya bilərəm. Like'lar çoxlar gəlsə biz sizinlə Mediacraft və şeylərini oynaya bilərik. Ona görə də çoxlu like gözləyirəm sizdən. Ben inanıram ki siz çoxlu like ve komentlerde yazarsınız. Bakın. Leo Messi aslında transfer olunacaktı. Neymar'dan Leo Messi. Yoksa Barcelona'nın işi çok ağır idi. Gördüğünüz gibi 4-0'da durup Leon görürsünüz indi. Ve Neymar'ı indi görürsünüz hal-hazırda. Bazı arkadaşlar bunların çitle maraqsız olur. Çitle maraqsız olur. Ben size bunu demek istedim. İstəyərdim ki siz özünüz yığasınız, özünüz alasınız. Mənim sinif yoldaşım Cristiano Ronaldo, Leo Messi, Neymar alıb. Bunları çitdən eləməyib. Mən də görmüşəm. Size istəyirəm ki Call of Duty biz sizden oynayacağıq və başqa bir oyunlar oynayacağıq. Hələ bu mənim ilk video çəkimimdir. Baxın. Görürsünüz ki gördüğünüz ki yaxşı bir fənd idi. Sergio Ramos orada olsaydı sarı kart veya kırmızı kart alabilirdi.
Gördüğünüz kimi ben Türkiye'de, ben Qarabağam, bizim Azərbaycanımızda. İspanya'da ise Barcelona'yam, La Liga'da. Məncə də Fenerbahçe çox güclü komandadır. Galatasaray uda bilər. Məncə də mənim fikrimcə belə ola bilər. Sizin fikrinizi mən bilmərəm. Bilmirəm. Və kommentlərdə yazırsınız ki, mən hansı türklərdə hansısınız və mənə deyil. Baxın, hal-hazırda görürsünüz. 3 tane var. Önce transfer edirlər. Biz sizə Hunger Games çəkə bilərik. Minecraft'da Hunger Games çəkə bilərik. İstəsəniz like atsanız. Ata biz şifrə qırmızı kart aldı. Biz gözümüz bir də baxsaq. Belə hansımız şifrə qırmızı kartda. Neymar Junior deməli kırmızı kart aldı. Neymar Junior kırmızı kart aldı. Deməli mən sizlərlə Call of Duty, Far Cry 4 və çoxlu like gəlsə Mediacraft'la Tamer mənim uzaqdan mən onunla online kafa topu oynamışam. Çox maraqlıdır. Sizə tavsiyə edirəm ki online kafa topunu oynayasınız. Artık görürsünüz 7-0 uduruq. Doğrudan da Azərbaycan filmləri olsun, Azərbaycan çəkimləri olsa çox maraqlı olar. Mən sizlərə başqa bir şeylər də göstərəcəm. Və artıq görürsünüz ki, dəqiqə qutarır. Biz hücum eləyə bilərik. Və qol olacaqmı? Oldu. Və 5-ci qolumuzu vururuq. Hat-trick çoxlandan eləmişik. Və 8-0 udduq. Mən sizlə başqa çəkimlərdə, başqa videolarda hoşça kalın.